bişənə qədər də adətən böyük qablarda içinin konveksiyası olanda qalxmasın deyə bunları bərkidirsiniz özü ilə vurursunuz. Məndə listlər böyükdür, ora bir qaşıqlar, köhnə bir şeylər qoyuram ki, külək onu qaldırmasın. O içinin konveksiyası qaldırmasın. Bu dəfə mən sizə görmək üçün az ölçüdə eləyirəm, balaca eləyirəm, xırda eləyirəm. İçinə meyvələr qoyacağıq, kremin qoyacağıq. Az eləyirəm, amma məsələn restoranda eləyəndə biraz bundan böyük eləyirik ölçüləri. 125 qram ən özü meyli gözü olmalıdır. Pavlova özü olmalıdır. Bu hələ biraz da şişəcək. Bu biraz da şişəcək. İçi boş olur, bəli. Hər yerin öz belə yer var, qaşıqla tökülür, qıraqları belə qalxır. Elə yer var, nazik olur, 3 dənəsi üst-üstə qoyulur. Nazik kökə kimi olur. Nazik kökə kimi yayılır, belə. Burada elədim amma belə olur. 3 dənə belə, 3 dənəsi ya 2 dənəsi bir port sayılır. Nazik belə olur. Burada elədimi siz baxasınız deyən. Belə olur. Bu nazikdə belə gül kimi qalxmır. Məsələn, bu restoranlarda var, inşallah danışmaqdansa görmək. Yəni, bunu gördü belə. Qalanını da biz vuracağıq onun indi meyli. Eyni massadan olduğu üçün, yəni dərsimizdə yəni siz bir dərsdə bir neçə deserti öyrənmək üçün biz onu eləyirik indi. Nasatka bağlı ulduz nasatkasıdır. Yox, fərqi var. Bağlı, açıq ulduz nasatkası da var, bağlı ulduz nasatkası da var. Biz bağlı ulduz nasatkasından istifadə edirik. Bax, bunun balacasını götürəcəksən. Bu böyükdür sizin üçün. Bağlı ulduz nasatkası. Çox bura gətirmişəm. Qatlayanda bir şey bura girməsin deyə. Duxovkamız 2 qap olsaydı, ayrı bunu qoyardım, bunu biraz da uzun eləyərdim. Yəni güllərin ikisini qoyanda bişməyəcək. Ona görə biraz qısa olur. Az olsun, az olur da sonra da. Başa düşürəm, nədir, gözəlim mənim. Bizim peçimizin konveksiyası var da, ona görə də içərisindən küləyə vuracaq, konveksiya vuracaq, əyiləcək.